Ümumiyyətlə bir söz deyim, yəni insan gərək öz qeyrətini Quran sünnə üzərində, Quran sünnə əsasən düzəltsin. Yəni, çox təəssüflər olsun, bizdə misal üçün var, bəzi insanlar ki, baxırlar, açırlar YouTube-u, video roliklərlə qeyrətlərini düzəldirlər. Var belə insanlar yoxdur. Yəni, baxır, videolara baş kəsirlər, baxır hansısa bir qadın danışır orada, videoda hicablı, niqabda, bizi burada zorluyurlar, bizi burada incidirlər, bu dağılır, baxır, deyir, qeyrət oyanır, başlayır müəyyən şeylər, fikirlər, müəyyən sözlər işlədir, siz yatmışsınız, siz burada Quran oxuyursunuz, siz burada elm, siz burada filan şeydən danışırsınız, orada filan bacılarımız qırırlar, dağılırlar, artıq bu video roliklə qeyrətin düzəldir. Amma söhbət ondan edir ki, belə videolara baxmaq haramdır. Belə videolara baxmaq haramdır. Bizim, və çox təəssüflər olsun ki, o, misal üçün, YouTube-da baxır onlara, altda da bir dənə video var. Hansısa bir insan ölünü qəbri tavaf eləyir. Və ona da baxır, gülür. Gülür. Şirk eləyir, qeyrəti niyə oyanmadı ki? Allahın ən böyük zülümdür. Tavaf eləyir, pul atırlar, ölüdən istəyir, gülür bu. Ona vaxt deyir, uşaqlar çağırır, hamısını şey eləyir. Baxın deyir, gülün, şirk eləyir. Ən böyük zülüm yer üzündə. Niyə ona baxdın, heyfslənmədin? Niyə ona baxdın, qəlbi təsir etmədi? Hansısa bir dənə gedib baxdın videoya. Böyük günah eləyənlərə misal üçün və ya üçün nə? Yəni, o videolara baxırlar, qardaşlar. Misal üçün, baş kəsirlər. Deyir, orada müsəlmanları qırırlar hamısını, siz burada. Başlayır cürbəcü fikirlər və bu günlər ötürür, qardaşlar. Bir gün, 2 gün, 3 gün. Bunda artıq bir qeyrət formalaşır. İslam qeyrəti. Əslində, İslam qeyrəti deyil o. Allah da səndən bu qeyrəti istəmir. Belə qeyrət istəmir. Belə məhəbbət İslam dininə istəmir. Allah təbaraka və teala. Yəni, sən İslama olan sevgivi, qeyrətivi, məhəbbətivi nə ilə düzəltməlisən? Nəyə əsasən? Quran sünnə. Vallahi, ona görə bəzi insanlar olur ki, onlarda olan hub, məhəbbət, necə alimlər deyir, qeyri-mundabitə bir qavaid-i şər'iyyə. Şəriət qaydaları əsasən düzəlməyib o sevgi. Yəni, insan, əslində şeytan onları nə cür hiləyə salıb? Şeytan onları elə tora salıb ki, güya ki, sən nəyə görə narahat olmasan? Narahat olma, sənin narahat olduğun şey dinlə bağlıdır. Sənin müsəlman qardaşları öldürürlər orada, müsəlman bacıları öldürürlər, sən buna görə narahat olmuşsan. Ona görə də şeytan sənə bəziyib. Baxın, Əli ibn Əbi Talibi öldürən. Əli ibn Əbi Talibi öldürən Abdurrahman Mulcəm. Onu öldürən nəyə görə öldürdü, qardaşlar? Sevgiyə görə öldürdü. Allah sevgisi. Allah sevgisinə görə getdi, Əli ibn Əbi Talib öldürdü. Hətta öldürəndə gəldi, şükür səcdəsi etdi. Ya Rəbbi, həmd olsun sənə öldürdüm. Nəyə görə öldürdü ki? Sevgi. Yəni, bu sevgini Allah səndən istəyirdi, istəmirdi. İstəmirdi səndən. Belə sevgi səndən istəmir Allah Taala. Ona görə hətta onu öldürəndə deyirdi ki, məni başımı vurmaqla birdən-birə öldürməyin. Birdən dərhal ölmək istəmirəm, deyir. Qısok eləyin, hissə-hissə. Ləzzət alın. Əli ibn Əbi Talib öldürmüşəm. Hamısı sevgidən irəli gələn bir şeydir. Misal üçün, sən çıxıb 5 mərtəbədən özünü atsan aşağı. Sən ki, Allah üçün, bismillah, atıram özümü. Allah üçün ne? Allah üçün atırsan özünü. Onlar olmaz. Olmaz, qardaş. Mesela Allah üçün də axı. Niyə olmur ki? Allahı sən o qədər sevmirsən ki, hətta çıxıb bir də özünü ata bilmirsən aşağı. O deməkdir ki, yəni, demək istəyim odur ki, yəni sevgi sənin öz havava uyğun, qıraqdan, video roliklərlə, YouTube-la, internetlə düzəlməməlidir. Sevgi Quran sünnə əsasən düzəlməlidir. Aydın olur. Ona görə yəni insan belə videolar baxmaq, belə şeylərə baxmaq alimə deyiblər qətiyyətlə haramdır. Çünki səni başqa şeylərə aparır. Yəni səndə elə şeylər formalaşdırır ki, elə etiqad, elə inanc, elə fikirlər gətirir ki, səndə o şeyləri Allah və Rasul istəmir. Yəni o şeyləri sən Qurandan öyrənməliydin, sünnədən öyrənməliydin, sən video roliklərdən öyrənirsən. Ona görə bu təhlükədir. İxlasla.com saytı tərəfindən təqdim olundu.